Salam millət, xoş gördük həkəsi. Mən sizə bu günləri kriptovalyutada düşüşün və hal-hazırda olan artımın səbəblərini izah etməyə çalışacağam. Videomuzu keçməmişdən və kanala abunə olmağı, videomu bəyənməyi unutmayın. İndi isə keçək videomuza və əsas məsələ olan düşüşün səbəblərinə. Düşüşün səbəbləri nədən ibarət idi? Mən bunu öyrədici video olaraq çəkirəm, konkret olaraq. Mən xəbər YouTube kanalı deyiləm. Düşüş bundan ibarət idi. Gömrük vergilərinin artması, Amerikada işsizlik səviyyəsinin çoxalması, ümumiyyətlə buna iqtisadiyyatda resesiya deyirlər və bu hadisələr baş verdiyi andan etibarən düşüş baş verir. Nəyə görə düşüş baş verir? Bunu da Lord izah edim. Amerikada 50 milyon insan misal üçün kriptovalyuta alıb satırdısa, yəni bu işdədirsə, avtomatik onlar işsizləşən kimi nağdlaşmaya keçmək istəyirlər və sat komandası verirlər. Nəticə etibarilə də Bitcoin düşür aşağıya. Bitcoin düşəndə də digər altcoinlər də özü ilə bərabər aşağıya dartmış olur. Bunun ən böyük səbəbi yəni Amerikadır. Və bütün dünyada Amerikada bu hadisəni görən kimi gömrük vergilərinin və işsizlik səviyyəsinin və yaxud da digər hadisələri avtomatik olaraq hamı sat komandası verir və yuxarıdan satıb təzədən yenə aşağıdan almış olurlar. Yəni bu proses belə həyata keçirilir. İkinci isə Amerikada yenidən Trump qərar qəbul edir ki, biz banklarla kriptovalyuta arasında olan məhdudiyyətləri götürək. Yəni, misal üçün, hansısa banklar qəbul eləmir ki, kriptovalyuta ilə işləməyi və yaxud da hansısa qanunlar buna mane olursa, bunları ləğv etsin və tamamilə sərbəst buraxsın və yeni qanunlar imzalasın. Beləsə, Loril də mən baş sallığına konkret rəsmiyyətə keçmirəm. Və məhdudiyyətləri götürməsinin xəbəri nəticəsində hal-hazırda yaşıllaşma baş verir. Yəni, al komandası daha çoxdur. Əlavə olaraq da hansı şirkətlərdən səhv etmirəmsə MicroStrategy 21 milyard dollar dəyərində Bitcoin alımı edəcəyini açıqladı və bu açıqlamanın ardından və Trump'ın belə bir qərarının nəticəsində kriptovalyutada ümumiyyətlə yaşıllaşma baş verdi. Amma mən sizə bir şeydə diqqətinizi çatdırım. Əvvəllər boğa dönəmi, ayı dönəmi, hansısa bir siyasi təsirlər və s. Var idi, amma az idi. İndi isə yəni bu proses belə gedir də, belə deyim. İndi isə tam fərqlidir. Burada manipulyasiyalar baş verir və akıl olaraq, konkret olaraq burada at oynadır. Yəni baxın, Bitcoin 79 min dollara düşəndə qazananların içinə baxaq. Banana 20 dolları vurdu, 21 dolları vurdu. Bu bilirsiniz nə deməkdir? İndi sistem tərsinə işləyir. Hansı ölü coinlər var, kapitalı az olan coinlər var, avtomatik pul ona girir. Yəni burada insanların gözləntilərindən qaçmaqdır məsələ. Yəni insanlar, məsəl üçün sən gözləyirsən ki, Ethereum qalxacaq, düzdür? Pulu yükləyirsən Ethereum'a. Bir də baxırsan ki, banana qalxıb. Çünki hansısa bir akula avtomatik gəlir 50 milyon dollarlıq bir dənə alım həyata keçirdir. Misal üçün deyirəm, yəni alım həyata keçirir, bunu qaldırdı. Bir dənə pump elədi. Nəyə görə pump elətdirdi? Süni elətdirdi bunu. Nəyə görə? Bilə-bilə. Özü əvvəldən almışdı 10 dollardan. Qaldırdı 21 dollara. 100% artış elədi, düzdür? Satdı, sıxan kimi də bazar düşür aşağı. Baxın, 21 dollardan artıq 18 dollara geriləmə verib. Heç yarım saatın ərzində 3 dollar insanlar bu dəqiqə balansları mənfiyə gedib. Yəni, hər coin başına. Yəni, mən sizə baş salmaq istədiyim budur ki, siz konkret əgər bu işdə uzun müddət alver etmirsinizsə, yəni günlük 2-3 gündən bir belə alsat həyata keçirirsə, konkret olaraq Amerikada olan siyasi gedişləri, işsizlik səviyyəsinin, dolların indeksin, qızılın dəyərin, müharibələri konkret gözünüzə saxlamalısınız. Böyük dövlətləri gözünüzə saxlamalısınız. Elon Musk kimi adamları, Çin kimi dövlətləri, Yaponiya, Rusiya. Siz bunları demirəm, oturun hamısını izləyin, bütün günü o işinizi gücünüzü atın. Xeyr, sən hansısa bir 3 dəqiqəlik videoya baxaraq bu məlumatda konkret almış ola bilərsən. Ona görə də yəni əgər sən qısa müddət alıb satırsansa, bu işdən konkret belə məşğul olmalısın. Yox, uzun müddətə alıb satırsansa, sən bu gün deyək ki, 10 min dollar Ethereum aldın, sən az fərq edir. Sabahlar bunun qiyməti düşəcək ya qalxacaq. Sən gözləyirsən ki, 2 ildən sonra misal üçün deyək, Bitcoin 10 min dollar, Ethereum 10 min dollar olsun və sən normal pul tutasan orada. Yəni sənin məqsədin beləsə, sənə ehtiyac yoxdur bunu araşdırmaq. Yenə də araşdırmaq lazımdır, amma bu dərinlikdə araşdırmırsan. Yəni belə, yəni mən sizə izah elədim, düşüş nə idi, qalxış nə idi, yəni səbəblər bunlar idi və əgər günlük yenə də təkrar edirəm, alım-satım həyata keçirsə bunları mütləq izləyim. Əlavə olaraq mən Binance linkimi qoyacağam, hansı ki kim qeydiyyatdan keçmək istəyirsə keçsin, 40%-ə qədər komissiyalar əldə edəcək.
Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə videonu bəyənin, kanala abunə olun və fikirlərinizi də şərh bölməsində yazın. İnşallah növbəti videoda görüşərik. Sağ olun.